Salam, hər vaxtınız xeyir. Bugün ikinci sınavımızın cavablarını izahlayacağım. Birinci sualımız uyğunluğu müəyyən edin. Endogen, eksogen. Endogen bilirik ki, daxili qüvvələr tərəfindən yaradılır. Daha böyük ölçülərə malik olan rele formalardır. Eksogen isə xarici qüvvələrin təsiri ilə yaranan rele formalardır. Kars mağaraları yeraltı suların təsiri ilə yaranır və bu eksogendir. 2A. B. Okean yolları. Bilirik ki, materik və okean tipli havaların toqquşmasından yaranır. Bu olur endogen. Barxanlar, düyünlər deməli küləklərin təsiri ilə yaranan relyef formalıdır. Eol deflyasiya deyirik. Bunlar eksogen olur. C. Deməli D variantına baxaq. Qırışıq dağlar. Qırışıq dağlar həm materik okean, həm də iki materik tipli tavanın toqquşmasından yaranır. Olur endogen. Və troq dərələri. Troq dərələri, karlar, sirklər. Bunlar isə buzalların fəaliyyəti nəticəsində yaranır. Ekstra isə xarici qüvvələr. Doğru cavab B, D, A, C, Y. Doğru cavab C variantı. İkinci sualın cavabına baxaq. Dördüncü dövrdə Şimali Amerikanın iqlimində kəskin soyunması nəticəsi. Biz bilirik ki, dördüncü dövrdə Şimali Amerikada deməli buzlaşma baş verib. Həmin buzlaşma nəticəsində də deməli Şimali Amerikanın şimalında, yəni 40 dərəcə şimalindən şimalda qalan ərazilərdə buzlar mənşəli hazırda, yəni onların nəticəsində buzlar mənşəli göllər qalıb və eyni zamanda sahil xəttləri çox parçalanmışdır. Görürük ki, orada körfəzlər, yarımadalar, adalar çoxlu rast gəlinir. Ona görə doğru cavab D variantı. Üçüncü sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Barxanlar küləyin təsiri ilə yaranır. Bəli, bu barxan külək daha çox səhralarda, tropiklərdə müşahidə olunur. Morenlər isə buzlaşma nəticəsində daha çox Şimali Amerikanın şimalında və Avrasiyanın şimalında daha çox morenlərə rast gəlir. Böyük Qafqazın yüksək dalğa ərazilərində rast gəlinir. Morenlər buzlaqlardır və bizim bilirik ki, Böyük Qafqaz dağlarının yüksək dalğa ərazilərində buzlaq mənşəli relyef formalarına rast gəlinir. 1. Avrasiya materikində yayılmışdır. Avrasiya materikində yüksək dağlar çoxdur. Onlarda həm də Skandinaviya olsun, qütb ətrafı ərazilər olsun, moren tirələri çoxdur. Barxanlarda səhralar var. Ərəbistan olsun, Mərkəzi Asiyada, Tars yarası və s. Ona görə də 2 ortaq olacaq. Sutkalıq temperatur ampulunun böyük olduğu ərazilərdə formalaşır. Sutkalıq temperatur ampulunun böyük olduğu ərazilər səhralardır və səhralarda da barxanlar yaranır. Tropik enliklərdə çox yayılmışdır. Bu da səhralarda barxanlar. Xarici qüvvələrin təsiri ilə yaranıb. Hər ikisi, yəni həm külək, həm də buzlar xarici qüvvə saldığına görə 5 ortaq olacaq. Daimi donuşluq əraziləri, qütb ətrafı ərazilər olduğuna morenlər. Doğru cavab 3, 4, 1, 6 və 2, 5. Doğru cavab Y variantıdır. Deməli, 4-cü sualın cavabına baxaq. Qrafikdə göstərilən hündürlüklərin uyğun olduğu dağ silsilələri. Deməli, birinci silsiləmiz 2000-3000 metr arasında, ikinci silsiləmiz 3000-4000, üçüncü 5-6000 və dördüncü 4000-5000 metr arasında hündürlüyə malik olmalıdır. Gəl birincilərə baxaq. Skandinaviya dağları 2469 A ola bilər, B ola bilər. Böyük Sahil dağlarının hündürlüyü deməli 2228 ola bilər. Ural dağlarının hündürlüyü deməli 1895 ola bilməz. Karpat dağlarının hündürlüyü isə deməli 2655 ola bilər. İkinciyə baxaq. İkincinin hündürlüyü 3000-4000 metr arasında olmalıdır. Piriney dağları 3404 ola bilər. Ural dağları 1895 ola bilməz. Piriney dağları bəyalar dedik 3404 ola bilər və Altay dağları deməli Altay dağları 4506 Beluxa 4506 2-yə 3000-4000 lazım idi, ola bilməz. Deməli cavab ya A-dır ya C-dir. 3-ə baxaq. Qafqaz dağları deməli Qafqaz dağları 5642 Elbrus ola bilər. Üstdə Karpat dağları 2655 ola bilməz. Deməli doğru cavabımız olacaq A variantı. Altay dağları da belə dedik. Beluxa 4506. Doğru cavab A variantı. 5-ci düzgün ardıcıllığı verilən sıra. 1-2 Cavan dağlar
Gölcükların inkişafının 3-cü mərhələsində, qədim dağlar isə 4-cü mərhələsindədir. 1-ci və 2-ci mərhələsində isə dağlara rast gəlinir. Ona görə asan olsun deyinə 2-ni çıxarırıq. 1-ci mərhələdə olmaz heç bir dağ. Yəni doğru cavablardan daha doğrusu D-ni və B-ni çıxardıq. 2-ci mərhələ yazılıb 5-də. Bu da ola bilməz. Doğru cavablar arasından 5-i də çıxarırıq. Və doğru cavabımız 3, 4, 6 ya deməli 1, 4, 6. 4, 6 Atlas Cavan 3-cü mərhələ doğru. 4 Qafqaz Cavan 3-cü mərhələ doğru. İndi 1-3-ə baxaq. Köpək Dağ Cavan 3-cü mərhələ, Ant Cavan 4-cü mərhələ. Cavan dağlar 1-2 3-cü mərhələdir. Doğru cavab 1. Yəni doğru cavabımız olacaq E variantı. 6-cı sualın cavabına baxaq. Deməli, Ant dağları, Ural dağları və Atlas dağları. Kaledon Hersin dağı əmələ gəlməlisə, bu qoca dağlardır. Burada deməli, Ural dağları A. Aid olduğu materikdə inkişaf etmiş ölkələr mövcud deyil. Deməli, Atlas dağları Afrikada, Cənubi Afrika Respublikası, Ural dağları Avrasiyada kifayət qədər ölkə var. Ant dağları Cənubi Amerika. Cənubi Amerikada inkişaf etmiş ölkə yoxdur. Ona görə B getdi bura. 3. Həm qərb, həm şərq yarımkürəsində yerləşməlidir. Bunun üçün ya 180 dərəcəli meridian, ya da Greenwich keçməlidir. Burada olan dağlardan da Greenwich keçdi, Atlas dağları C. Yerləşdiyi ölkə musson iqlim tipi yayılıb. Deməli, burada Cənubi Amerikada bir-iki ümumiyyətlə, yəni Ant dağlarının yerləşdiyi ərazilərdə musson yoxdur. Afrikada musson yoxdur. Qalır Avrasiyada. Ural dağları da Rusiyada yerləşir. Rusiyanın şərqində musson iqlim tipinə rast gəlinir. Ona görə D getdi Ural dağlarına və aid olduğu materik 2 işıqlama qurşağında yerləşir. Bu deməkdir ki, buranın deməli, tropik və qütb dairələrindən yalnız tropik və yalnız qütb dairəsi kəsdirir. Atlas dağları Afrikada da Atlas dağlarının hər iki tropik kəsdiyinə görə 3 işıqlama qurşağında yerləşir. Avrasiya ümumiyyətlə həm deməli şimal tropik kəsir, həm də şimal qütb dairəsi 3 işıqlama qurşağında. Ant dağlarının isə yalnız cənub tropik xətti kəsdiyinə görə bir işıqlama qurşağında yerləşəcək. B, D, B, Y, A, D və C. Doğru cavab B variantı. 7-ci suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Tian-Şan dağları, Ant dağları. Deməli, Kaynozu erasının alt qırşılığında yaranmışdır. Bu cavan dağlar olan Ant dağlarına uyğundur. 1. Qırışıq fayda dağlarıdır. Tian-Şan dağları, Altay Sayın dağları ilə bir yerdə. 2 işıqlanma qurşağında yerləşir. Yəni bu dağı tropik və yaxud da qütb dairəsi kəsməlidir. Bu Ant dağlarıdır. Cənub tropik tərəfindən kəsilir. Yenidən törənmiş dağlardır. Tian-Şan dağları. Əhəmdüz zirvəsi 6000 metrdən yüksəkdir. Tian-Şan dağları 7493, Ant dağları 6960. Hər ikisinin hündürlüyü 6000-dən yüksəkdir. Ona görə 5 ortaq. Seismik cəhətdən fəaldır hər ikisi. 6. 2, 4, 1, 3, 5, 6. Doğru cavab Y variantı. Uyğunluğu müəyyən edin. Bu platformayadır. Platforma örtüyü kristalik bir növrə. Yəni platforma çəksəmiz, onun üst hissəsi, yəni bu üst hissə platforma örtüyü, aşağıda qalan hissə maqmatik və metamorfik suxulardan təşkil olunmuş kristalik növrə sayılır. Platformanın alt mərtəbəsidir bu kristalik növrəyə aiddir. Suxular əsasən üfüqü. Yəni sərgəli yatın platforma örtüyündədir B. Yanar faydalı qazıntılar platforma örtüyündədir C. Akkumulyativ proseslər platforma örtüyündədir D. Çünki platforma örtüyü suxuların toplanmasından yaranır. Maqmatik və metamorfik suxular isə kristalik növrədədir. Ona görə B, C, D, B, C, A, Y. Doğru cavab B variantıdır. 9-cu sualın doğru cavabına baxaq. Doğru ifadələri müəyyən edin. İslandiya və Yapon adaları nüfus olan divergen sərhədindədir. Divergen sərhədində İslandiyadır. Yaponiya isə konvergentdədir. Bir doğru deyil. 2. Filippin sahillərinin yalnız bir okyanusları yolu. Bəli, Filippin yalnız Sakit Okeanda yerləşir, doğrudur. Kalahari'də qum düyünlarına rast gəlinir. Düyün və barxanlar bilirdik ki, səhralardadır. Kalahari'də səhra olduğuna görə doğru. Alp qırışıqlığı Alp dağlarının Greenwich meridianı kəsdiyi üçün 3 yarımkürədə yerləşir. Avropada deməli Greenwich yalnız Pireneya dağlarını kəsir. Ona görə də bu yanlışdır. Alp dağları 2 yarımkürədə yerləşir. Atlas dağları Alp Himalay qırışıqlığı zonasında yerləşir. Doğrudur. Avrasiyanın Afrika havasının toqquşma zonasında.
Afrikanın şimalında. Makdonel Hamesi dağları qırışıq faylı dağlardır. Qırışıq faylı dağlar qeyd etmişdik ki, deməli, Altay sənin Tianşandır. Makdonel və Hames isə faylı dağlar qrupuna aiddir. Doğru cavab 2, 3 və 5. 10-cu sual. Deməli, 10-cu sualda bizdən uyğunluq istəyir. Skandinaviya dağları, And dağları, Atlas dağları. Materik və okean tipli havaların konvergens zonasında. Materik və okean tipli havaların konvergens zonasında yalnız And və Kordilyer dağları yerləşir. 2. A. Qərb ətəkləri isti cərəyanın təsirinə məruz qalmışdır. Atlas dağlarının qərb ətəklərində Kanar cərəyanı soyuq, And dağlarının qərb ətəklərində Peru cərəyanı soyuq. Skandinaviya dağlarının qərb ətəklərində deməli, Şimali Atlantik cərəyanından olan Norveç cərəyanı keçir. O da nə doğru? B. 7. Ərazisində sönmüş və fəaliyyətdə olan vulkanlar rastgele bu biri And dağlarıdır. Deməli, Cotopaxi, Chimborazo, San Pedro, Ruiz kimi vulkanlar buradadır. Və burada həm də dünyanın ən hündür Cotopaxi sönmüş vulkanıdır. Hüylərlər da dünyanın ən hündür fəaliyyətdə olan vulkanı And dağlarında yerləşir. Zəngin meşə və hidroenerji ehtiyatları müvafiq sənaye sahələrinin inkişafı şərait yaratmışdır. Biz bilirik ki, Skandinaviya dağları deməli, tayqa meşələri zəngindir. Eyni zamanda çox da hündür olmadığı, daha doğrusu çox da uzun olmayan çoxlu çaylar var və onlardan enerji alınır. Dünyada elektrik enerjisinin adam başına düşən həcminə görə də Skandinaviya dağlarında yerləşən Norveç dövləti birinci yerdədir. Ona görə D. 7-1-ə. Və son. Materik tipli litosfer dağlarının konvergens zonasındadır. Bundan əvvəlki sualda demişdim. Atlas dağları Afrika və Avrasiya havalarının toqquşma zonasındadır. Y. Doğru cavab 1-ə B, D, 2-yə A, C, 3-ə isə Y.